Hər vaxtınız xeyir olsun, dəyərli izləyicilər. Nərimanovda bu qiymətə 3 otaqlı mənzil satışda yoxdur. 130 kvadrat, kubçalı, əşyalı mənzil təqdim edəcəm. Mənzil yerləşir Nərimanov metrosunun 5 dəqiqəlik məsafəsində, Modern məktəbinin qarşısında yeni tikili binadır. 14 mərtəbəli binanın 14-cü mərtəbəsində. Lift qalxır, mansard deyil. Gördüyünüz kimi mənzildir, tavanlar hündürdür. Üstündə isə yarı texniki mərtəbə var. Bura qonaq otağıdır. Qonaq otağı gördüyünüz kimi kvadrat formasında, geniş, rahat, bütün mebellər hamısı keyfiyyətli, salonlu mebeldən yığılıb. Mənzildə ümumilikdə 2 hamam otağı var. Biri koridorda, biri isə əsas valideyn yataq otağında yerləşir. Mənzilin keramogranit olan hissələr hamısı istipoldur. Sənəd dediyim kimi kubça, teh pasportu var. 130 kvadrat ümumi sahəsidir. Mənzilin əsas giriş hissəsini görürsünüz. Gördüyünüz kimi burada güzgü, oturmağa yer. Burada da hamısı keyfiyyətli olan materiallardan istifadə olunub. Gəlin keçək sizə mətbəxini göstərim. Mətbəxi də çox geniş, rahatdır. 3 otaqlı mənzillərdə belə mətbəx retka halda olur. Buradan balkona çıxışı var. Çox gözəl terası, balkon sahəsi var. Mətbəx mebeli yuxarı hissəyə qədər yığılıb. Texnikaların yeri hamısı qoyulub və mətbəxində uqlavoy divanlar kimi qoyulub. Hamısı qiymətə daxildir. Mətbəxlə üzbəüz belə bir otaqdır. Çamaşır otağı üçün nəzərdə tutulub. Gəlin əsas yataq otağını görsədim. Bura əsas yataq otağıdır, daxilində qardirobu, yataq dəsti və hamam otağı var. Hamam otaqlarında çox gözəl rəngdən, keramogranitdən istifadə olunub. Hamısı divar içi yığılıb, quruq və keyfiyyətlidir. Mənzilin təmirindən sonra yaşayış olmayıb. Kim alsa Allah xeyrin versin, çox yaxşı qiymətə təklif olunur. Bura isə sonuncu, ikinci yataq otağıdır. Qanuni 3 otaqdır. Qarşısında eyvanı, bu yataq otağı da əşyalı. Burada isə şkaflar yığılıb. Qiymət isə 435 min manat. Sağ olun, var olun.